Hündürlükdən yıxıldı, hər iki əlindən travma aldı. Mərkəzi Gömrük Hospitalının travmatologiya və ortopediya şöbəsində hər iki yuxarı ətrafın ağır travması ilə müraciət edən 28 yaşlı pasiyent uğurla əməliyyat olunub. Pasiyent təxminən 2 metr hündürlükdən yıxıldıqdan sonra hər iki əlindən ciddi xəsarət alaraq xəstəxanaya gətirilib. Pasiyentə göstərilən tibbi yardım, həyata keçirilən əməliyyat və sonrakı müalicə prosesi ilə bağlı travmatoloq ortoped Müseyib Əhmədov STV xəbərə məlumat verib. Xəstəmiz yüksəklikdən yıxılaraq hardasa 1-2 metrə qədər yüksəklikdən yıxılaraq əllərinə dayaq vermiş və hər iki saydindən travma almışdı. Xəstədə aparılan radioloji müayinələrdən sonra hər iki said sümüklərinin distal uzunun qapalı yerdəyişməsi ilə sınıq olmuşdur. Kollektivdə bir sınıq olmuşdur. Hazırda əməliyyat planlaşdırılır. Hər iki saiddə açıq osteosintez əməliyyatı və anatomik metal osteosintez fiksasiya əməliyyatı planlaşdırılır. Ümumiyyətlə yüksəklikdən yıxılma travmaları biraz fərqli bir travmalardır. Xəstələrdə yüksəklikdən yıxılma travmalarında daha çox daban sümüyünün, onurğanın zədələnməsi, çanaq zədələnmələri, uzun borlu sümüklərin zədələnmələri ola bilir. Yəni yanaşmalar müxtəlifdir. Hansı yüksəklikdən düşməsi, neçə metrdən düşməsi və hansı istiqamətdə düşməsi. Yəni bunlar sırf kəskin travmalara aid olan patologiyalardır. Mütəxəssisin sözlərinə görə hündürlükdən yıxılmalar nəticəsində yaranan travmalar zamanı ilk dəqiqələrdən atılan addımlar sonrakı müalicənin uğuruna birbaşa təsir edir. Belə hallarda hansı tədbirlərin görülməli olduğunu travmatoloq ortoped Müseyib Əhmədov izah edir. Əgər xəstə yüksəklikdən düşmüş xəstədirsə və tərpənə bilmirsə, onu məcburən tərpətmək, bu kimi hallar olmaması gərəkir. İlkin olaraq belə xəstələrdə əgər xəstə huşu özündədirsə və yaxud da huşsuzdursa ilk növbədə boyun fəqərlərinin xüsusi fiksasiya olunmalıdır. Yəni boyun şinalarından, bunlar Filadelfiyada ola bilər, digər şinalar ola bilər. Çünki əgər hansısa bir onurğa zədələnməsi olarsa, yüngül bir tərpənişdən orada iflic ola bilir. Bu isə daha ağır fəsadlara gətirib çıxarıla bilər. Və digər məsələn borulu sümüklərdə aşağı tərəflərdə məsələn sınıqlar varsa, onların ilk növbədə aşağı və hətta yuxarı ətraflarda onlar ilkin olaraq bir fiksatorla immobilizə olunmalıdır. Orada da incəliklə xəstə ixtisas tərəfindən baxılmalıdır, görülməlidir, dəyərləndirilməlidir. Xəstəni lazım olmayan hərəkətlərdən uzaq olmaq şərti ilə immobilizasiya olunmalıdır, ağrısızlaşdırılmalıdır. Sonra ixtisaslı klinikaya çatdırılmalıdır və sonraki müayinələri və müalicəsi əməliyyatlara aparılmalıdır. Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının travmatologiya və ortopediya şöbəsinin travmatoloq ortopedi Müseyib Əhmədov travma və ortopedik xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi ilə məşğul olur. Onun fəaliyyət istiqamətinə müxtəlif növ sınıqların cərrahi müalicəsi, diz, bud-çanaq, çiyin və dirsək oynaqlarının endoprotezləşdirilməsi, artroskopik əməliyyatlar, idman travmaları, onurğa cərrahiyyəsi, eləcə də uşaq ortopediyası sahəsində həyata keçirilən cərrahi müdaxilələr daxildir. Vaxtında müraciət və düzgün müalicə pasiyentin hərəkət imkanlarının qorunması, gündəlik həyata daha qısa müddətdə qayıtması və gələcək ağrılaşmaların qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır.